Sabahınız xeyir olsun. Sizi yeni bir gündən və yeni bir vlogdan sizi salamlayıram. Bugün ayın neçəsidir? Bugün səhv eləmirəmsə ayın 13-üdür, bazar günüdür. Əgər səhv eləmirəmsə, çünki tarix duruş artıq yadımdan çıxıb. Bir dənə baxım görüm ayın neçəsidir. Həqiqətən təmiz yadımdan çıxıb. Bir dənə baxım. Neçəsidir? Yox, 12-sidir. 12 oktyabrdır. Mamam gilə gəlmişəm bugün. Dünənləri axşamüstü gəldim. Elə mamam gilə. Mamam da qəşəng mantı bişirmişdi, yedi içdi. İndi də zavtraqımızı elədik və qabları falan yumuşam. Qazın üstünü də sildim və mamamın belə bir bıçaq naboru var. Mamam bu Almaniyanındır. Belə bir bıçaq naboru olmuşdu. Bunu bütün təmiz toz olmuşdu. Bunları falan yudum. Qəşəng indi bu içərisi yaxşı-yaxşı qurumalıdır. Belə qoyum qurusun. Burada bütün hər şey var. Yəni qayçısından tutmuş, yəni hər şey var. Belə. İndi də birazdan çıxacağam. Havada çox qəşəng günəşlidir. Yəni çıxım çölə. Mamam da deyəsən paltar sərir. Mamamın bağından xurmaları yetişib, böyüyüb. Oradakiler hələ kaldı. Birisi böyüyüb. Əzgillər də böyüyüb. Yox, onun özü dərd oxuyanda anası. Burada gəlib gördüyüm dəyişikliyə baxın. Mamam nar ağaclarını kökündən təmiz çıxartdırıb. 2 dənə burada nar ağacımız var idi. Bunları yəni yoxdur. Həyat belə baxanda çox belə boş görsənir. Adama biraz qəribə gəlir. Burada da 2 dənə. Mama, göyərçinə nəsə olub? Yıxılıb bu. Vay. Buradan baxaq. Mama bu boynu elədi. Yerə qoy, dən yerə yatdı. Onun xəstəliyi. Can. Buna baxın, boynu görün necə fırlanır, paraliz keçirmiş kimi. Ay Allah, can. Görün nətər olar bu. Necə də qəşəngdir. Mama, bunu hara qoyum mən? Elə yerə. Ay. Boynu necə fırlanır. Buna baxın, boynu paraliz keçirdi. Görün necə fırlanır. Xəstəymiş bu. Çox fırlanır boynu, yazıq. Düzəldi şükür. Ürəyim yenə oldu. Bu birisi dayda içərdədir. Bu birisi sağlamdır. Bu da bizə necə gəlir? Bunun istoriyasını danışım. Qardaşım şoferdir. Kimsə maşında qoyub karvanın içərisində. Qoyub sonra axşam evə gəldi, baxıb ki, bəs karvanın içərisində nəsə baxıb ki, göyərçinlər. Kimsə göyərçin. Ay Allah, boynu baxın necə fırlanır. Ürəyim ağrıdı. Bu məncə çöl göyərçini deyil, ev göyərçinidir. Boşum çıxmır. Bu birisi sağlamdır, amma o birisi baxın beləlidir. Neyse. Çıxardım, bunu da çıxardım, qoy çölə çıxsın. Başı bir ikizə saniyəlik düzəldi. Sonra isə təzədən yenə boynu ilə bir fırlanır, arxa tərəf gedir. Qardaşım da deyir ki, paralizdir, keçirdi. Ona görə deyir, baş dirilədi, gedir. Baxın, düzəldi. Allah, çox şükür. Baxın, normallaşdı. Deyirsən, tutur. Baba, gedir yenə. Yox, düzəldi. Şükür. Deyirəm ki, o birisi tay çıxmadı, bax. O birisi tay bir də buradadır. Bu xəstə taydı çöldə. Ay da yenə fırlandı. O hardan ki o birisi? O birisi də içərdədir, çıxmır.
Amma o tutur buraxır eləcə, nə pis Hə, olur. tutur bura. Aa, Bax, tutur. yenə tutdu. Bu birisi tam sağlamdır. Yox, bu sağlamdır. Amma Gəl də. qorxur, qaçır. Nəysə, indi özün çırpacaq. Ay Allah, günümüzə bax. Allah bildiğini nefret edersin. İşim gücüm tutarır. Oh my god, mamam da qardaşıma lənət oxuyur. Ki işim gücüm qurtarır, bir dənə deyir, görəcəm deyir, çatışmırdım. Bunlara yem zat verir, 3 dəfə yem verir, suyunu falan dəyişir. Qardaşım deyir ki, o birisi doğru get. Deyir ki, qənətlər deyir, kəsilib də uça bilmir deyir. Gərək deyir, qənətlər uzansın, uçsun. Amma bu birisi daha deyir ki, yəni uçsa belə, yəni bu şey olacaq. Yəni pişik zat yeyəcək, it pişik yeyəcək. Bəlkə tüyükləri çıxardım bir. Bax, mən onların altına. Hə, çıxart, baxım, çıxart. Все. Mamam toyuqlarımızı da buraxdı. Gəlin, xoş gəlibsiz. Həmişə siz gələsiz. Pişik səsi gəlir. Ay. Orada da pişik var, göyərçinin şeyi budur. Pişik qovalıyor. Peşt. Bana bak, göyərçinə bax. Peşt. Hey, peşt. Şşt. Pişt. Ben görmem bu. Göyərçini yiyəcək. Pişt. Bax. Pişt. Ne var? Yeri. Pişt. Bu da qonşunun pişiyidir. Göyərçinin yeməsi yaxşıdır. Ay. Mamam petruşkaları yiyir. Ey. Mamam deyir ki, bırak koyma. Pişt. Allah bu görsün indi yiyəcək. Ay Allah. Kes. Sen de get. Yeri burada səni tək qoyanmaram. Pişik gəlib səni aparacaq. Aysa, hə. Oy, uçdu. Aa, getdi başqa yerə. Uçurtduq. Yəqin ki, gələr. Neysə. Dedim, pişik yeməsin, getdi, uçdu. Hələ mamamın pomidorlarından qalıb. Mama, o birisi uçdu. Qızılgüllərimizə baxın. Bu da roz rəngdəki. Bunun qəşəng iyisi var. Şitilin arasından çıxmalılar. Biber zadı gələcəklər. Hoşum, mamam da getdi, baxsın o birisi göyərçinə görə hara uçdu. Deyir, çox deyir, uça bilmir, uçur. Qalır, yəni aşağı düşür. Ona görə. Bu birisi tayda bir də burada gəzir. Ey, bunlara bax. Ay Allah, görün necə qaçırlar. Ceyranlar, cüyürlər qaçır. Mamam da tapşırıb ki, orada baxın petruşkam var deyir. Petruşkam deyir, yeməsin. Təzə çıxır petruşkaları. Baxın, burada. Hayvanlar da hamısı tökülüb ağacın dibinə. Balaca hamısı. Yəqin külək hamısını tökür. Mamam da getdi görək, göyərçin tapacaq. Uçdu o birisi tərəfə. Kış. Ana toyuqdur. Bu gələnə baxın hələ. Burası yaxınlaşdırsam. Kış. Sordu necə sordusa, tükləri tökülüb. Başım çıxmır nə tərdir. Çoxsunda elədi.
Neyse. Yəni toyuq cüzəyə baxma, yəni zülmdür də. Mən elə fikirləşirəm. Zülm deməzdim, sadəcə gəlib bütün gün evdə olasan da, harası gedə bilmirsən, toyuq cüzəyin kimə tapşırasan. Məsələn, mamam harası gedib edəndə yəni problem olur. Çünki kiməsə tapşırmalıdır ki, gəlsin yeməyə falan versin. O da mamamın keçici həvəsidir. Ucu həvəsi də öldü. Deyir ki, daha istəmirəm yəni. Biraz böyüsünlər. Bunları ləğv edəcək. Sabahınız xeyir olsun. Sizi yeni bir gündən və yeni bir vlogdan sizə salamlayıram. Artıq saatı bir dəqiqə sizə göstərim. Saat deməli uşu 10-a işləyib. Demək olar ki, başda 20 dəqiqə uşu işləyir və sizə pişirdim yeməyi göstərim. Uşu yeməyim hazırdır. Keçən dəfə dolma hazırlamışdım. O dolmanın ətindən qalmışdı. Ona da yumurta vurdum. Bazı küftələr elədim. Amma deyəsən bəzi küftələr də dağılıb. Uşu artıq yeməyim də hazırdır. Və bu qazın üstünə falan fikir verməyin. Tələsirəm. Çünki hələ indi silməyəcəm. Gedim gəlim siləcəm. İndi isə evdən çıxıram. Hardasa bir yarım saat, maksimum yəni yarım saat o evdən çıxmalıyam. Gedəsi yerlərim var. Bu arada həm də paltar yuyuram. Bu ikinci partiya olan paltardır. Qara paltarlardır. Bu arada burada isə çorabları yumuşam. Çorabları indi sərəcəm. Siz Allah mənim qızıma baxın. Dərs oxuyacağı yerdə yuxuyaca gedib. Ruski yazı kitab əlində belələ çağıram. Nuray, mən də ev zatı təmizləyirəm. Ev zatı falan pollar zatı silirdim. Qulağımda da naşlik. Video baxa-baxa. Qulaq saça. Bir də baxıram ki, yatıb. Əmməli başda yuxuyaca keçib. Aşkım. Yatırsan? Başını heç olmasa düzgün qoy. Yox, belə qalsın. Bilə boynun ağrıyacaq. Yox, yuxum gəlir, yatmayım yaxşısı. Yatsın. Bütün işler falan bitirdim. Bu arada uzun zamandır video çəkmirəm. Elə deyirəm, bugün başlayam, sabah başlayam, bugün başlayam, sabah başlayam. Nəsə başlayıb, yəni başlaya bilmirəm. Yəni bu elə bir şeydir ki, ya buraxmayasam, buraxdansa vəsədə ucu başlamaq çətindir. Nəysə bu yaxşı çəkmir. Qoy düzəldim. İndi ucu yaxşı düzəldi. Bu arada paltar yağmaşını birləşdirmişəm. 2 saat neçə dəqiqəlidir, bu hələ yuyur. Bir dənə bu paraşok deyil, duru mayolanlandı. İndi sizə göstərəcəm hansındır. Çox qəşəng də yuyur. Yəni təsəvvür edin, bir çadan çatmışam necə köpüklənib. Düz azdır burada. Ona görə çox köpüklənib. İndi sizə göstərəcəm hansıdır. Baxın budur. Bingonun ağlar üçün olanı alacaqdım, amma o yox idi. Ona görə bunu seçdim. Bunu aldım. Çox qəşəng də yuyur. Ağ paltarlar üçündür. 1 litrlikdir. Səhv eləmirəmsə 3 manata 2.99 aldım. Bunu rahat marketdən aldım. Yəni qəşəng də yuyur. Bu arada günorta yeməyini də pişirmişəm. Bu şüydü, açdı. Altına deməli kartoşka düzmüşəm. Baxın, sizə göstərim. Görürsünüz kartoşka. Kartoşka qəşəng qızarıb crispy kimi olur. Sizə göstərim. Baxın, belə. Çox qızartmışam. Aş pişirmişəm, beləli. Bu uşaqlarımın sevdiyi yeməkdir. Bunun da yanında mən toyuq yemirəm, amma uşaqlara toyuq bol soğanlı qızartmışam. Toyuğun döş hissələri də var və toyuğun hissələrindən də var. Belə qızartdım. Yedi. Uşaqlar yedi. Nuray da yedi, böyük qızım da yedi. Çıxdı, getdi hazırlığa. Şimdi birazdan da mən yeməyimi yeyim. Ondan sonra görüm nələr çəkəcəm, nə yiyəcəm.
Axşamınız xeyir olsun. Deməli, dedim ki, bir dənə tezcə pirog hazırlayım. TikTokda bir dənə resept qarşıma çıxmışdı. Bu reseptin içərisinə nə gedir deyim. Burada 3 ədəd yumurtadır. 1 stəkan pesoqdan yaxşı çaldım. Ondan sonra deməli bu bizim çay stəkanlarımızdan, deməli bu hissəsindən çox dolu olmayan qatıq əlavə elədim və bir də ki 50 qram yağı. Deməli mən xristianski, yəni margarin götürdüm. Həmin o yağdan 50 qram əritdim və tökmüşəm, əlavə eləmişəm. İndi isə bura deməli bir paket vanilin əlavə edəcəm və 2 paketdə də burada hazır qoymuşam qabartma tozu və 2 stəkan da eyni bununla bərabər un əlavə edəcəm. Amma bunun püf nöqtəsi indi deyəcəm mən içərisinə naçinkalı olur, çox qəşəng görsənir. İndi bilmirəm necədir. İlk dəfə yəni poprovit edəcəm, görüm necə alınacaq. Bu arada da yəni bişirmə qabım hal-hazırda yanımda olmadığı üçün bu evə də yəni demək olar ki, yəni yeni köçdüyümüz üçün, yəni burada da yoxdur, hələ heç nə gətirməmişəm. Belə qulpu, yəni şeyi olmayan qazanım var və elə bu qazanın içərisində bişirəcəm. Yəqin ki, inşallah yəni yaxşı alınır. Yəni bişirmə kağızı da aldım. Düşdüm aşağıdan 11 xırdavatdan aldım. Deməli belə bir bişirmə kağızıdır. Qoyun sizə göstərim. 2 manat 20 qəpiyə aldım. 37 santimin 8 metrini aldım. 4 metri 1.70 idi, amma 8 metri də deməli 2.20-yə idi aldım. Mən ümumiyyətlə şirniyyatlara çox vaxtı yəni bu yağı istifadə edirəm. Xristianski yağını istifadə edirəm. Bir də ki 5 kilolu bismak ununu almışam. Elə bu undan da istifadə edəcəm. Şirniyyatlarda çox qəşəngdir. Yəni bu yağ çox sevirəm. İndi tezcə hazırlayım və necə edəcəm, sonraki prosesi də sizinlə bölüşəcəm. Deməli sizə bunu göstərim. Variola sükuşonudur və ona biraz süd əlavə elədim ki, belə yumuşalsın. İndi isə artıq xəmir belədir. Baxın, xəmir biraz qatıdır. Yəni bayağı yəni qatıdır. Adi elədiyim, yəni keks xəmirinə baxanda qatıdır. İndi xəmiri tökəcəm və üstündən də bu naçinkasını tökəcəm. Biraz yəni qarışdıracağam. Onu da indi sizə göstərəcəm. Deməli, baxın naçinkanı da tökmüşəm bura və bunu beləli qarışdıracağam. Beləli edəcəm. Yəni xəmirə qarışdıracağam. Üstdən. Yəqin ki düzgün tuturam. Çünki bir əlimdə kamera və qarışdırmaq istəyirəm. Baxın, belə bir şey olayıq. Belə bir şey inşallah yaxşı bir şey alır. Çünki xəmir gördüyünüz kimi baxın qatıdır, yəni sırazı qarışmadı. Mən skuşonkanı demək olar ki, yəni yarım banka skuşonka istifadə eləyim. Mən çox məncə istifadə eləməyə ehtiyacı yoxdur və yaxud da mənim qabım bəlkə balacadır, mən elə fikirləşdim. Amma yarım banka məncə bəs edir. Bu xəmirə, yəni bu bəs edir. Belə edək. Bu yetərlidir. Və baxın, deməli bu hazırdır. Bunun üzərinə isə omac eləmişəm. Adi, yəni undur, şəkər tozu və bir də yağdır. İstəsəniz yəni vanilin də əlavə edə bilərsiniz. Artıq hazırdır.
Baxın belə bir şeydir. Sadəcə üstünü mən çox qızartdım. Artıq piroqumuz hazırdır və üzünü mən biraz ötürmüşəm. Burada lap tünd görsəm, amma bu qədər tünd deyil. Nəysə, yəni biraz qızarması yetər idi. İndi bunu kəsəcəm, görüm necədir. Mən orta hissəsinə naçinkasını çox eləmişəm. Baxın, aralanır avtomatik olaraq. Orta hissəsində biraz çöküb, kənarlar daha yaxşı şişib. Sadəcə olaraq bölüşdürəndə belə tam hər tərəfinə bölüşdürsəniz daha yaxşı olacaq. Belə bir şey. Və dadına baxaq. Dadı qəşəng. Baxın, məndə ortası elə bir çökmüş kimi görsənir, amma əslində baxın, naçinkası orta hissəsindən daha çox düşüb. Yəni bunu hər tərəfə yaysanız, daha çox kənarlarına baxın, kənarları necə şişib, yəni pomurad pişib. Buradakı belə. Tam bişib, dadına baxdım, bişib. Həm də çubuq batırmışdım. Sadəcə naçinka olan hissəsi bişməmiş kimi görsən, amma əslində bu da bişib, yəni bu hissəsi də bişib. Sadəcə naçinka hissəsi çox düşübdir, daha çox belə vlajlı görsənir. Bu arada da bulka xəmiri yoğurmuşam, bulka da bişirəcəm. Dedim, uca əlimi bulamışkən şirniyyatda bişirim. Dedim. Sır, artıq xəmirim də gəlib, hazırdır. Başlayıram uca bulkalarımı hazırlamağa. Geleyim dedim. Annenizin arası zaten. Artıq bulkalar da hazırdır. Bunların içərisi skuşon karamelli skuşonludur. Yəni varenin skuşonunu eləmişəm. Bir 3 dənəsi, 4 dənəsi də buradadır. Qalanların isə sadə bulkalardır. Amma üzərinə isə həmin o omac dökmüşəm ki, belə içində heç bir naçinka yoxdur, içliksizdir. Belə indi bunları 180 dərəcədə bişirəcəm. Deməli, axır ki, bulkalarımı bişirdim, hazır oldu. Deməli, duxovkadan başım çıxmır. Altı qazla da üstü isə elektriklədir. Nəsə bir təri bişirdim. Deməli, birinci partiya bunlar qoymuşdum. Gəldim, baxdım ki, üzü tecə qızarıb, amma altları bişməyib. Təsəvvür edin, bir də altlarını belə çevirmişəm ki, bunların altları bişsin. Ondan sonra isə bunda isə ikinci partiyada isə qazı birləşdirdim.
Altdan qaz yanırdı, üstdən də duxovka. Təsə baxın, görün, bəzilərini beləli altı ötdü. Çünki qazı da yəni regulovka edə bilmədim. Yəni baxın belə. Amma bu birisilər yaxşıdır. Sadəcə bu kənardakı olanlar altı ötdü. Belə. Yəqin ki, vlogumu da elə burada bitirirəm. Bunun dadına baxdım. Dadı çox qəşəng idi. Çünki varyanı skuşonka qəşəng şirinlik verib. Amma bunun isə dadına hələlik baxmamışam. Yəqin ki, dadı da yaxşı olur. Sadəcə isti-istidir. Belə, bu sadəcə sadədir. Xəmirin amma şirinlisini çox eləmişdim əslində qalsa. Bir də ki, üstündəki bunlar yəni şirinlik verəcək. Çünki pesokludur. Belə. Elə vlogumu burada da bitirirəm. Sizinlə sağollaşıram. İnşallah yeni bir vloglarda görüşmək üzərə. Sağ olun, sağlıqla qalın.